Qardaş, bizim bağı neçə illərdir yolumuz belə çiynə, çox çətin vəziyyətdə. Yəni, gedirik də hal-hazırda görürsünüz ki, necə çətinliklə gedirik. Kəndə iki istiqamətdə getmək mümkündür. Əsas yol Tircan-Maçaxı yolu hesab olunur. Digər yol isə alternativ yol kimi Girdiman çayının kənarı ilə açılmış qısa yoldur. Həmin yol çınqıl daşla örtülüb və kəndə qədər 6 kilometr məsafəni əhatə edir. Sakinlərin sözlərinə görə yolun üzlüyü İsmayıllı Yol Təmir Tikinti İdarəsi tərəfindən dəfələrlə qırma daşlar hamarlansa da, bu tədbirlər problemin əsaslı şəkildə həll etmir. Xüsusilə qış aylarında qar və buz səbəbindən yol yenidən yararsız vəziyyətə düşür, palçıq yaranır və hərəkət təhlükəli olur. Kənddə 34 ailə yaşayır. Mövcud vəziyyətdə ən çox maddi imkanı zəif olan ailələr və məktəbə gedən şagirdlər əziyyət çəkir. Günümüz belədir. 6 kilometr yolu baba biz belə gəlirik. Maşın gəlir, qalır, narahatçılıq olur. Xəstəmiz olur, skorpamış gəlmir. Zəng geliyor, deyir gəlin yarı yola kimi, yarı yola kimi də canı tapşırır. Yəni gedib gəlmək olmur, mümkün olmur. Sərdahar kənd sakinləri aidiyyatı qurumlardan yol probleminin əsaslı şəkildə həll olunması və kəndə normal gediş-gəlişin təmin edilməsini xahiş edirlər. 9 nömrəli Yol İstismar Məhdud Məsuliyyətlər Cəmiyyəti tərəfindən verilən məlumata görə Sərdahar avtomobil yolunda baş verən neqativ hallar sizin tərəfinizdən münasibət bildirilməsi barədə müraciət daxil olmuşdur. Müraciət əsasında sizə bildirmək istəyirəm ki, Sərdahar kəndinə əsas yol Tircan-Maçaxı Sərdahar avtomobil yolu hesab edilir. Sözü gedən yol isə vətəndaşların özləri tərəfindən açılan alternativ yoldur. Alternativ yol cəmiyyətimizin balansında olmasa belə vətəndaşların çoxsaylı müraciəti əsasında cəmiyyətimiz tərəfindən həmin yolda mütəmadi olaraq cari təmir işləri aparılmışdır. Qış mövsümündə yağıntılarla əlaqədar alternativ yolun çınqıl örtüyündən nəqliyyatın hərəkətinə maneələr yaradan çalalar əmələ gəlmişdir. Tərəfimizdən 9 yanvar 2026-cı il tarixində həmin yolda yenidən cari təmir işləri yerinə yetirilmişdir. Belə ki, avtomobil yoluna çınqıl materiallar tökülərək avtoqridlər hamarlaşmış, nəqliyyatın təhlükəsizliyi hərəkəti təmin olunmuşdur. Hal-hazırda avtomobil yolunda vəziyyət qənaətə bəxşdir. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının Zərnavar kəndi İnzibati ərazi dairələri üzrə nümayəndəsi sizin sorğunuza cavab olaraq bildirir ki, İsmayıllı rayonunun Sərdahar kəndinə gedən əsaslı yol Tircan-Maçaxı Sərdahar yolu hesab edilir. Vətəndaşlar tərəfindən şikayət edilən sözü gedən yol isə kəndə gedən yolun məsafəsini azaltmaq üçün sonradan açılmışdır. Lakin yolun sözü gedən hissəsi balansda olmasa belə müntəzəm şəkildə 9 saylı İsmayıllı Yol İstismar Dairəsi texnikalar tərəfindən təmir olunur. Sonuncu dəfə həmin yol 9 yanvar 2026-cı il tarixində təmir olunmuşdur. Rafiq Həsənov, Elçin Məlikov, Həcər Həsənova bugün informasiya proqramı üçün.